Yaxın saatlarda ABŞ-nin B-2 bombardımançı təyyarələrinin İrana qarşı əməliyyata qoşulacağı gözlənilir. Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb. Qeyd edək ki, B-2-lər bir dəfəyə 18 tona qədər bomba daşıya bilir. Bugün İranın nüvə proqramında iştirak edən bir neçə yüksək vəzifəli lideri öldürdük və İran rejiminin bir neçə hədəfinə zərbələr endirməyə davam edəcək. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu hücumun ilk günü ilə bağlı deyib. Qarşıdakı günlərdə İranın müxtəlif yerlərində minlərlə hədəfə hücum edəcək. Biz diktator Xameneyinin kompleksini məhv etdik. Bu, diktatorun artıq yox olduğuna dair bir çox əlamət var. Xameneyi izləmə sistemlərimizdən yayına bilmədi. İsraillə sıx əməkdaşlıq nəticəsində onun və digər liderlərin önü alındı, öldürüldülər. Bu sözləri ABŞ prezidenti Donald Trump sosial şəbəkə hesabında yazıb. Bu, İran xalqı üçün ölkəni geri almaq baxımından ən böyük şansdır. Bir çox sepah, hərbi və polis qüvvələri döyüşmək istəmir, toxunulmazlıq axtarır. İndi toxunulmazlıq əldə edə bilərlər. Yoxsa sadəcə ölüm var. Yaxın şərqdə və dünyada sülhə nail olunana qədər ağır bombardımanlar davam edəcək, deyə Trump qeyd edib. Qeyd edək ki, İranın dini lideri Əli Xameneyi, oğlu Müştəba, həmçinin kürəkənin və gəlininin həlak olması xəbəri yayılıb. İranın ali lideri Əli Xameneyi və ölkə prezidenti Məsud Pezişkiyan sağdır və təhlükəsiz şəraitdədir. Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib. Onların hamısı təhlükəsiz yerdədir və özlərini yaxşı hiss edirlər, deyə o qeyd edib. İranın pilotsuz təyyarəsi Dubay Beynəlxalq Hava Limanına zərbə endirib. Bu barədə görüntülər yayılıb. Hazırda hava limanında təxliyə işləri aparılır. İsrailin baş naziri Benyamin Netanyahuya İranın ali rəhbəri Əli Xameneyinin cəsədinin videosu göstərilib. Həmçinin ABŞ prezidenti Donald Trumpa da fotosu təqdim edilib. Bu barədə İsrail mediası məlumat yayıb. İranın bəzi bölgələrində İranlılar Xameneyinin öldüyü barədə yayılan xəbər fonunda bayram edirlər. Bu barədə sosial mediada görüntülər paylaşılıb. Onlar Xameneyinin ölüm xəbərinə sevinir. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi yaxın şərqdəki ABŞ bazaları haqqında məlumat paylaşıb. Həmin paylaşımda Türkiyədəki İncirlik hərbi hava bazası da yer alır. Stat: Bu, bölgədəki addımlarımızın əks sədasıdır. Biz müharibənin regional xarakter alacağı barədə xəbərdarlıq etmişdik. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi rəhbərinin açıqlaması klassik strateji çəkindirmə mesajıdır. ABŞ bazalarından paylaşılan xəritəsi və istifadə olunan ritorika birbaşa hücum elanı deyil, daha çox münaqişənin genişlənəcəyi ilə bağlı xəbərdarlıqdır. İran psixoloji və geosiyasi təzyiq göstərir. Bu sözlərə ehtiyatlı olan Türkiyəli general sabiq hərbi ateşi Yücər Karauz deyib. İranın doktrinası tam miqyaslı müharibədən daha çox nəzakətli gərginlik üstünlüyü verir. Türkiyə birbaşa hədəf deyil, ancaq enerji qiymətləri artacaq. İraq, Suriyadakı vəziyyətə təsir edəcək. NATO-nun daxilində təzyiq artacaq və Körfəzdəki ticarət yolu risk altında olacaq. İsraildə İranın endirdiyi zərbələr nəticəsində ilk ölüm faktı təsdiqlənib. Yerli 12-ci kanalın məlumatına görə təxminən 40 yaşlarında bir qadın həyatını itirib. Məlumat Magen David Adom təcili tibbi yardım xidmətinə isnadən yayılıb. Hadisə Təl Əviv şəhərində baş verib. Tibb xidmətinin açıqlamasına əsasən ümumilikdə 20 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Daha 16 nəfər isə yüngül xəsarət alıb. Sistani İrana hücumdan sonra fətvasını geri götürür. Bir neçə gün əvvəl İrana hücumun ABŞ qüvvələrinə qarşı cihad fətvasına səbəb olacağı barədə xəbərdarlıq edən İraqın böyük ayətullahı Əli Əs-Sistani indi susur. Müharibə başlayan kimi Sistaninin fətvasını geri götürdüyü qeyd olunur.
Onun ofisi tərəfdarlarına İrandan bəhs etməyi dayandırmağı və bütün əlaqəli ifadələri geri götürməyi əmr edib. Qeyd olunur ki, ABŞ hər hansı bir hücum baş versə, Sistanini məhv etməklə hədələyib və fətvanın geri götürülməsinin səbəbi də budur. İsrail ərazisində həyəcan siqnalları işə düşüb. İsrail ordusu İranın hücumuna müqavimət göstərməyə çalışır. Bu barədə sosial mediada görüntülər yayılıb. İordaniyada yerləşən ABŞ bazasına İran hücum edib. Bu barədə sosial mediada görüntülər yayılıb. İran pilotsuz uçuş aparatı Dubay şəhərində yerləşən 5 ulduzlu Burj Al Arab otelinə zərbə endirib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani qeyd edib ki, ABŞ və İsrailin İranda məktəbə endirdiyi zərbə nəticəsində 100-dən çox uşaq həyatını itirib. Əfqanistanın Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan hərbi qulluqçularının sayı azı 352 nəfərə çatıb. 535-dən çox şəxs isə yaralanıb. Bunu Pakistanın İnformasiya naziri Ətaullah Tarrar deyib. Onun sözlərinə görə qonşu ölkənin ərazisindəki 41 obyektə hava zərbəsi endirilib. Pakistan ordusu 130 Əfqan məntəqəsini məhv edib, daha 26-sı nəzarət altına alınıb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri Talibanın 171-dən çox zirehli texnikasını vurub. Daha əvvəl toqquşmalarda 331 Əfqan hərbiçinin həlak olduğu deyilmişdi. Türkiyənin hava, quru və dəniz sahələrinin hərbi əməliyyatlarda istifadəsinə icazə verilməyəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumlarına dəstək verdiyi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və bu məlumatlar çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır. Türkiyə Respublikası tərəfi olmadığı hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə, o cümlədən hava məkanında daxil olmaqla hava, quru və dəniz qüvvələrinin heç birini əməliyyat məqsədi ilə istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasında yer alır.